Adi kompliment düşünün. Bir insanın hər dəfə xoş qoxu hiss edirsinizsə, onu demək ki, hə, səndən nə gözəl belə turş iyilər gəlir də, tutaq ki, hər zaman limon kokusu fasında kokular sürür və ya sənin nə gözəl əl qabiliyyətin var. Lap xoşun gəlməsə də ondan fakt öz faktını itirmir ki, qalır da, yəni belədir. Eee, Əslinə qalsa, yad bir insana əgər sən yol almaq istəyirsənsə, kompliment onun ən əsas yoludur. Amma niyə də öz doğmaları və öz yaxınları bunu eləməyəsən ki, ə, tutaq ki, o sənin haqqında gedir hər yerdə hamıya pis-pis şeylər danışır. Sən gedib kimisə ağzını yuman deyilsən ki, ya da ya da tutaq ki, fikirləşək ki, səni heç kim heç yerdə tərifləmir. Özün özünü tərifləmirsən, öz yaxşı xüsusiyyətlərini ön plana çıxartmağı, qabartmağı bacarmırsan. Başqaları da tutaq ki, sənə hamı elədiyi kimi maneələr sürür, əngəllər sürür önünə. Deyir ki, eləyirik də, həyatda da bu nə var ki, burada maneələrlə qarşılaşman çox təbii bir şeydir. Sən buna isyan eləyə bilməzsən, şikayət eləyə bilməzsən, narazılıq eləyə bilməzsən də. Sən sadəcə o maneələri dəf eləməyin yollarını tapmalısan. Hər nə qədər yaxşı bir formada səslənsə də ki, hə, insan ağıllıdır, şuurludur və rastlaşdığı hər bir çətinlikdən çıxış yolunu tapmalıdır. Sus, döz deyil, daha belə yumşaq bir formada tereyağından kıl çəkər kimi başqalarının haqqında keçən dəfə videoya baxırdıq, yadınızdadır. Onlar hansı yollarla nələr eləyir, qəşəng bir sözlərlə, kəlmələrlə ifadə eləyirdi onu. Bəlkə siz nəsə eləsəz, o cür ifadə olunmaz. Elə bir şaşalı bir şey olmaz da. Amma yenə də tanıyan bilən artıq biləcək ki, bir dəfə etiraz elədin, ikinci dəfə qəbullandın, ikinci dəfə artıq zarafat edib gülürsən o maneələrə. Tutaq ki də vecivə almırsan, növbəti dəfə sən artıq bu maneələrdən yığmısan hər şey özə, başlayırsan başqalarına eyni metodları işləməyə. Hər nə qədər banal səslənsə də ki, hə, nə var ki, burada hamı eləyər də bunu. Güclü olan hamı zəif həzməlidir də. Bu ona görə hamı güclü olmağa çalışır. Yəni bu sən kəşf eləməmisən ki, bu zaten gerçəkdir də. Hamı ona görə istəyir ki, o zəifliyindən qurtulsun, keçsin başqa bir boyuta. Nəysə, gecəniz xeyrə, hələlik.